İçəri şəhərdə qatarlar üçün dönmə yeri olacaq. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti xətlərin ayrılması layihəsinin mühüm tədbirlərindən biri kimi İçəri şəhər stansiyasının arxasında dönmə tunelinin inşasına start verir. Arxada görünən yer bir müddət əvvəl yalnız xaotik avtomobil dayanacağı kimi istifadə olunurdu. Lakin layihə bitdikdə ərazinin yerüstü səthi piyada zonası və yaşıllıq sahəsinə çevriləcək. Yeraltı hissədə isə 200-dən çox avtomobil üçün nəzərdə tutulan parking inşa olunacaq. Ən aşağı səviyyədə isə qatarların hərəkəti və texniki ehtiyaclar üçün müasir infrastruktur inşa olunacaq. Qeyd edək ki, tikinti müddətində bitişik küçədən keçən nəqliyyat vasitələri üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq. Tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararası intervalın azaldılmasına nail olmaqdır. Mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. Dönmə kamerası isə bu məhdudiyyəti tam aradan qaldıracaq. Layihənin sonunda İçəri şəhər stansiyasında sərnişinləri düşürdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək. Oradan isə hazırda girişi qapalı olan platformaya daxil olaraq sərnişinlərlə Həzi Aslanov stansiyası istiqamətində hərəkət edəcək. Bu dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin daha çevik təşkilinə şərait yaradacaq. Gedib gəlirik yolla, məsələn, istifadə edirəm də. İndi bu açılmağı çox yaxşıdır. Metronun burada buranıb getməyi, nətər deyirlər, kruq eləməyi bu insanlar üçün yaxşıdır. Yəni iki tərəfli metroya giriş olacaq. Belə sıxlıq azalar, insanlar bir-birini tapdamaz, talpa olmaz, belə sıxlıq olmaz. Bu çox gözəldir. Belə parkinqlər, belə gözəlliklər, bəli, Bakı şəhərinə yaraşır. Əlbəttə, həm diviziyyanı, həm insanların hərəkətini yaxşılaşdırır. Dönmə kamerasının inşası nəticəsində qırmızı xətt üzrə mümkün ən minimal interval tətbiq ediləcək, sərnişinlərin minib düşmə sahələri bir-birindən tam ayrılacaq. Həmçinin pik saatlarda ehtiyat qatarlar dönmə kamerasında hazır saxlanacaq. Texniki nasazlıq yarandıqda da qatarlar xəttdən operativ şəkildə çıxarılacaq. Elbrus Kərimli, Səbuhi Mustafayev, Xəzər xəbər.